Salam, bugün mən sizə coğrafiya test toplusu, müəllimlərin işə qəbulu, sertifikasiya, abituriyent və olimpiyada hazırlıq üzrə Elvin Sultanov demək ikinci nəşr 2023-2024-cü il üzrə test toplusu səhifə 224-dən başlayaraq bir neçə məsələlərin izahını verəcəyim. Əvvəlcə baxaq görək ki, duzluq nəyə deyilir və sonra növbəti məsələlərimizin izahını edək. Okean sularında duzluluq promil ilə, yəni 1000 qram suda həll olan duzun miqdarı ilə ölçülür. Dünya okeanında orta duzluq 35 promildir. Okean sularında duzluğun miqdarı okean suyunun temperaturundan və səthə düşən yağıntıların miqdarından asılıdır. Suyun səthindən şirin su buxarlanır. Ona görə buxarlanma nəticəsində suyun duzluluğu artır. Aysberqlər yüksək coğrafi enliklərdə demək duzluluğu azaldır. İsti okean cəryanlarının duzluluğu ətraf sulara nisbətən çox demək olur və soyuq cəryanların üzərində buxarlanma az olduğundan onların duzluğu azdır. Ekvatorial enliklərdə duzluq 34-35 promil, tropik enliklərdə və subtropik enliklərdə 36-37 promil, mülayim enliklərdə 33 promildir. Qütb ətrafı enliklərdə isə 32 promildir. Dünya okeanının ən duzlu hissəsi 42 promil duzluğuna malik Qırmızı dənizdir. Baltik dənizinin demək bu göstərici 10 promil, Xəzər dənizində 13-14 promildir. Məsələmizin şərtini oxuyaq. Exolotdan göndərilən səs siqnalı 7,5 saniyə sonra qəbul edilmişdir. Okean çökəkliyinin dərinliyi ilə aysberqin göstərilən nöqtəsi arasında nə qədər hündürlük fərqi var? Və nəzərə alın ki, okean səviyyəsində temperatur 0 dərəcə Selsidir və şəklə fikir versək, burada təzyiq fərqi, yəni təzyiq, baxın bu zirvədə 643 mm civə sütununa bərabərdir. Və məsələmizin həllinə keçməzdən qabaq nümunə üçün bir dənə məsələ izahına baxaq. Okean dərinliyi 3000 metrdirsə, exolotdan göndərilən səs dalğası hansı müddətdən sonra geri qayıdar? Və cavablar verilmişdir. Məsələnin həllinə baxaq. Məlumdur ki, səs dalğasının okean sularında sürəti deməli 1500 metr saniyədir. Və biz 3000-i bölürük 1500-ə, tapırıq 2 saniyəni. Lakin exolotun hesablanması səs dalğasının gedib qayıtma vaxtına uyğundur. Odur ki, səs dalğası 2 saniyə ərzində suyun dibinə getmiş və 2 saniyə sonra da geri qayıtmışdır. Deməli, exolot 3000 metr dərinliyi 4 saniyə ölçməlidir. Daha asan olmaq üçün, baxın, bizdə düstur verilmişdir. Bu cür biz düsturdan istifadə etməliyik məsələ həllində. Və burada T ölçmə vaxtıdır. H suyun dərinliyini göstərir. Və keçək məsələmizə. Əgər təzyiq fikir versək 643 mm civə sütununa bərabərdirsə və bizə qeyd edir ki, okean səviyyəsində temperatur 0 metrdir. Okean səviyyəsində təzyiq 760 mm civə sütununa bərabərdir. Yəni bu cür qəbul edilmişdir. Ona görə də 760 mm-dən çıxırıq 735 mm tapırıq. 760 mm-dən çıxırıq 643 mm civə sütununu tapırıq 117 mm civə sütununu tapmış oluruq. Bu bizim təzyiq fərqimizdir. Və təzyiq fərqini də çeviririk hündürlük fərqinə. Yəni buradan hündürlük fərqini tapırıq. Hündürlük fərqini tapmaq üçün biz nə edirik? Biz bilirik ki, dağın ətəyindən zirvəsinə doğru hər 1000 metr, yəni dağın ətəyindən zirvəsinə doğru hər 1000 metr qalxdıqca təzyiq 100 mm aşağı düşür. Və tənasib qurub tapırıq hündürlük fərqini 1170 metri tapmış oluruq. Və bizim yenə də düsturumuz var idi. Düsturumuzda rəqəmləri yerinə qoyub tapırıq.
Demək, ölçmə vaxtı 7,8 saniyə bərabərdir. Baxın, yerdə rəqəmlərini yerinə qoyub tapırıq 5850 metr və üzərinə də gəlirik. Hündürlük fərqini tapırıq 7020 metr. Deməli, bizim okean çökəkliyin dərinliyi ilə aysberqin göstərilən nöqtəsi arasında hündürlük fərqi 7020 metrdir. Növbəti məsələyə baxaq. Şəkildəki gəmidən göndərilən səs siqnalı, baxın, burada gəmidən göndərilən səs siqnalı 4 saniyədən sonra hidronavtlar tərəfindən qəbul edilmişdir. Səs siqnalının qəbul olunduğu dərinliklə aysberqin zirvəsi arasında hündürlük fərqini tapın. Aysberqin demək, zirvəsində təzyiq 735 mm civə sütununa bərabərdir. Və yenidən biz baxaq. Yenidən okean səviyyəsi deyirsə, və burada da qeyd edir, nəzərə alın ki, dəniz səviyyəsində normal atmosfer təzyiqi qeydə alınmışdır. Dəniz səviyyəsində 760 mm civə sütununa bərabərdir təzyiq və çıxılsın zirvədəki təzyiq, biz tapırıq təzyiq fərqini. Təzyiq fərqi 25 mm civə sütununa bərabərdir. Və buradan yenə də tənasibi qururuq. Hər 100 metrdə təzyiq 10 mm aşağı düşürsə, 25 mm x buradan tapırıq. Hündürlük fərqimiz olur 250 metr. Və yenidən düsturdan rəqəmləri yerinə qoyub, buradan tapırıq. Demək, 6000-i tapmış oluruq. Burada 2-yə bölmürük. Çünki bizə qeyd edir ki, 2-yə bölmürük. Çünki deyir ki, gəmidən göndərilən səs siqnalı 4 saniyədən sonra hidronavtlar tərəfindən qəbul edilmişdir. Səs siqnalının qəbul olunduğu dərinliklə aysberqin zirvəsi arasındakı hündürlük fərqini qeyd edir. Nümunə üçün bir dənə də məsələyə baxaq. Bu məsələni həll etməzdən əvvəl. Demək, hidronaft gəmidən göndərilən səs siqnalını 5 saniyə sonra qəbul etmişsə, o hansı dərinlikdədir? Baxın, bu halda dərinliyi tapmaq üçün bu düsturdan istifadə edəcəyik. Və dərinliyi buradan rəqəmləri yerinə qoyub tapır 7500 metr olduğunu hesablayırıq. Biz də yenə də eyni düsturdan istifadə edirik. Fikir versək, burada demək 2 rəqəmi yoxdur. Və demək, doğru cavabımız 6000 metr olar. Bu 6000 metrin üzərinə 250 metri gəlib 6250 metri tapmış oluruq. Məsələ 1-ə baxaq. Səhifə 226-da duzluğa aid məsələdir və yaxud duzluğa aid mövzulardan oxumuşuq. Demək, qırmızı dənizin 5 ton suyundan neçə kiloqram duz almaq olar? Qırmızı dənizi bayaq hesabladıq. 1 kiloqramı, yəni 1 litrində 42 kiloqram duz vardır. 1 ton suyunda 42 kiloqram demək duz vardır. 1 litrində də 42 qram. Yəni məsələ həllində bunu nəzərə almaq lazımdır. 5 ton suyundan x buradan tənasibi qurub tapırıq 210 kiloqramı tapmış oluruq. Digər məsələyə baxaq. $30 ton sudan 840 kiloqram duz əldə olunmuşsa, suyun duzluğunu təyin edin. 30 ton demək sudan 840 kiloqram duz əldə olunubsa, 1 ton suda 48 kiloqram duz həll olunar. Məsələ 19-a baxaq. Orta duzluluğu 18 promil olan Qara dənizin 2 ton suyundan neçə kiloqram duz əldə etmək olar? Yenə də demək 1 ton sudan 18 kiloqram duz həll alınırsa 2 ton suda 36 kiloqram duz alınar. Məsələ 21-ə baxaq. Okeanın dibində səs siqnalı gəmidən göndəriləndən sonra 7 saniyə qəbul edilmişdir. Dərinliyi təyin edin. Yenə də bizim düsturumuz vardı. Burada düsturda yerinə qoyub tapırıq 5250 metri tapmış oluruq.
Məsələ 23-ə baxaq. Duzluluğu 17,5 promil olan 1 litr suyun 80%-ni buxarlandırsaq, yerdə qalan suyun duzluluğunu təyin edin. 1 litr suyumuz əgər 100%-dirsə, 80%-i 0,8 litr. Deməli, 0,8 litri buxarlandırırsa, yəni 1 litrdən çıxırıq 0,8 litri, tapırıq 0,2 litr. Deməli, əgər 0,2 litr suda 17,5 kiloqram duz həll olunursa, 1 litrdə x buradan tapırıq 87,5 kiloqramı tapmış oluruq. Yəni 87,5 promili tapmış oluruq. Məsələ 24-ə baxaq. Qırmızı dənizdən götürülmüş 4,5 ton sudan alınan duzların 25%-i natrium xlordur. Digər duzların miqdarını hesablayın. Qırmızı dənizdə biz bayaq hesabladıq. 1 ton qırmızı dəniz suyundan 42 kiloqram duz həll olunursa, 4,5 ton x buradan tapırıq 189 kiloqramı tapmış oluruq. Lakin bunu deyir ki, 25% natrium xlordursa, 25% natrium xlordursa, baxın, yəni 47,25 kiloqramı natrium xlordursa, çıxırıq, ümumi məbləğdən çıxırıq natrium xlorun kəmiyyətini tapırıq, yerdə qalanların payını tapmış oluruq. 141,75 kiloqramı tapmış oluruq. Məsələ 25-ə baxaq. 6000 metr dərinlikdə tədqiqat aparan hidronavtlar qrupu okean səthindən göndərilən səs siqnalını neçə saniyə qəbul edər? Yenə də baxın, demək, düsturumuz bu cürdür. Tapırıq, burada rəqəmləri yerinə qoyuruq. Buradan 2-yə vurmuruq. 6000-i bölürük, tapırıq 4 saniyəni tapmış oluruq. Məsələ 26-ya baxaq. Azov dənizinin 18 ton suyundan 216 kiloqram duz alınmışdır. Karib dənizinin eyni miqdarda götürülmüş suyundan alınan duzun miqdarı demək isə bundan 324 kiloqram çoxdur. Bu iki dənizin orta duzluqları fərqini müəyyən edin. Demək, 18 ton sudan deyirsə, 18 ton sudan 216 kiloqram duz alınmışdırsa, 1 ton suyundan x buradan tapırıq 12 kiloqramı tapmış oluruq. Lakin qeyd edir ki, 324 kiloqram çoxdursa, demək, ümumi məbləğimiz 540 kiloqramdır. Əgər 500 kiloqramdırsa, eyni miqdarda deyir. Baxın, Karib dənizinin eyni miqdarda götürülmüş suyundan. 18 tonumuz 540 kiloqramdırsa, 1 ton x buradan tapırıq 30 kiloqramı. 30 kiloqramdan çıxırıq 18 kiloqramı, yəni 2 dənizdən qeyd edir. Deməli, Karib dənizində suyun duzluluğu 18, demək 30 kiloqramdır. Duzluluq 30 kiloqramdır. 30 kiloqramdan çıxırıq, yəni qeyd edir ki, 2 dənizin orta duzluqları fərqi. Həm Azov dənizi, həm də Karib dənizinin duzluqları fərqi bizə verir 18 kiloqramı vermiş olur. Məsələ 33-ə baxaq. 33-ə baxaq səhifə 228-dən. Aralıq dənizinin 20 ton suyundan 760 kiloqram duz alınmışdır. Qara dənizin eyni miqdarda götürülmüş suyundan alınan duzun miqdarı isə bundan 400 kiloqram azdır. Bayaq qeyd edirdi ki, çoxdur, indi isə deyir ki, azdır. Bu iki dənizin orta duzluqları fərqini tapın. Yenə də 20 ton suda 760 kiloqram duz həll olunursa, 1 tonda 38 kiloqram duz həll olunar. Demək, Aralıq dənizində 1 ton suda 38 kiloqram duz həll olunar. Lakin bizə Qara dəniz deyir. Qara dənizdə bundan 400 kiloqram azdır qeyd edir. Yenə də 400 kiloqram azdır deyirsə, 760 kiloqramdan çıxırıq 400 kiloqramı, tapırıq 360 kiloqramı. Və eyni suyun miqdarı yenə də eynidir. 20 ton suda 360 kiloqram varsa, 1 tonda 18 kiloqram vardır. Bunların da fərqi verir 20 kiloqramı vermiş olur.
Və sonuncu məsələmizə baxaq. Məsələ 38-ə baxaq. Duzluluğu 22 promil olan 1 litr suyun 75%-ni buxarlandırsaq, yerdə qalan suyun duzluluğunu təyin edin. Duzluq 22 promildir. 1 litr suyumuz yenə də 100%-dirsə, 75%-i yəni 0,75 litrdir. 1 litrdən çıxırıq 0,75 litri, tapırıq 0,25 litr tapmış oluruq. Yəni yerdə qalan suyumuzu tapırıq. 0,25 litr suda duzluluq 22 qramdırsa, 1 litrimiz x. Buradan tapırıq 88 qram. Deməli, burada doğru cavabımız B variantıdır. 88 promildir.